Kəmal xan, bir nüansı da deyim. Dünənlərim gəlinimiz girdəyəm. Baxıram ki, pəncərələr hamısı bir-bir bağlayır. Hava da istidir. Deyirəm ki, niyə bağlayırsan da? Deyir ki, açıq qalmasın istəmirəm. Deyirəm ona ki, gəl oturaq baxaq görək sənin pəncərə açıq qalmasından bağlı nə qorxun var? Deyir ki, mən qorxuram ki, uşaqlar pəncərədən yıxılar. Deyirəm, niyə elə qorxursan? O bir 5 dəqiqə fikirləşdi, sonra tapdı ki, uşaqlıqda kimsə pəncərədən yıxılıb. Bəli. Amma bu çox uşaq olub, yəni həddindən artıq, yəni bu çox balaca olanda və o onu necəsə yadında qalıb, bir-iki nəfər də danışanda yaddaşında qalıb. Xanımın, gəlinimizin artıq bir 30-a yaxın yaşı var. Bu günlərim elədiyi, şuursuz elədiyi bir vərdişin əslində altında yatan bir alt səbəbi var. Bəli. İndi baxın görün həyatımızda nə qədər belə səbəblər var ki, biz bunların hamısını bizi çözmək. İndi baxın da Aytan xanım. İndi mən nəyə görə fərdi seansları saxladım? Yəni birbaşa mən fərdi seans işləmirəm. Niyə? İnsanla işlədikcə kodlar bitmir. Hə. 2 yaşında, 1 yaşında, ana bətnində, orada, burada, nəsildən gələn. Bəs bunun bir çarəsi var da. İnsan özünü ali varlıq hesab eləyəndə və onun şuur altında yaşayan kodları ona xidmət kimi qəbul eləyəndə, Xidmət dediyim əlimdə olan bir silahım kimi. bax qulaq as, mən nə deyirəm. Mən üzr istəyirəm hər kəsdən. Mən hamiləliyin son aylarında 30 saniyəlik liftə qaldım. Mən qorxdum. Mənə bütün panik bastı. Çünki axırıncı aydı 30 saniyə mənim üçün bəlkə bir 1 saat, 2 saat kimi gəldi. Mən 9 aydır liftə minmirdim. Bəli, mən hər yer 11-ci mərtəbəyə belə mən ayaqla qalxırdım. Mən bunu işləmədim. Çünki vaxtım olmadı. İstəmədim. Mən oturdum dedim ki, Kəmal, sən bunu xidmətə necə çevirə bilərsən? Bizim kompleksdə 1-ci mərtəbədə bizim evimizdən 2 qat böyük kvadratda ev var. Mən onu manifest elədim və onu əldə elədim. Bunu mən nəyə çevirdim? Xidmətə çevirdim də. Mən oturdum, gedib onu fikirləşmədim ki, mən niyə liftdən qorxuram? Mən psixoloqam, məsələn, kimsə bilsə ki, mən deyər gedişdədir onu. Mən onu fürsətə çevirdim. Siz də həyatınızda baş verən hadisələri neqativ olsun. Bu sənin neqativ tərəfindir. Bu normaldır. Olmalıdır, hə? Olmalıdır. Mənim də neqativ. Mən də tez özümdən çıxıram. Budur mənim xasiyyətim. Mən hər şeyimi dəyişə bilmərəm. Mən onu xidmətə çevirirəm. Mənə necə xidmət eləyə bilər? Mən səbirsizəm. Mən səbrim üstündə işləmirəm. Niyə? Çünki səbirsizliyim mənim həyatımda çıxan o əngəlləri tez bir zamanda aradan qaldırmağım üçün bir fürsətdir. Ya siz onda naturanı dəyişmirsiniz. Bəs mən onda mən olmaram axı. Orada da razıyam. Mən əgər Kəmali olaraq, məsələn, mən xərçəng bürcüyəm. Xərçəng bürcünün bütün aspektləri məndə var. Yəni hamısı. Mən onun hamısını dəyişsəm, onda mən gərək Kəmali olmayım da. Mən onda adımı dəyişib Gülçöhrə olum. Məsələn, başqa bir şey olum. Axı mənim özəlliyim var, mənim fərdi belə deyim, xasiyyətim var, xüsusiyyətim var ki, insanlar ona gəlir. Biz hər şeyi dəyişə bilmərik axı. Dəyişmək üçün də zaman yetməz. Zaten. Bəs bu seminarda da mən nə öyrədirəm? Həmişə deyirəm, mənim seminarım digərlərindən fərqlidir. Siz orada nə Theta Healing görəcəksiniz, nə kvant görəcəksiniz, nə psixologiya görəcəksiniz. O tamamilə başqa bir şeydir. Sən oradan artıq mən varam. Mən bunu bacaracağam və nəsildən gələn, ailədən gələn, övladdan gələn bütün ağırlığı nə varsa mən öz sevgimlə şəfalandıracağam kodu aktivləşir. Bəzən deyirlər ki, mən onu istəmirəm, mən ancaq pul kanalım açılsın. Ay qurban olduğum, sənin bu qədər kodun var. Səni oradan bütün bu kodları ignora qoyub ancaq pul kanalı işləyə bilmərik. Çünki pul da nədən yaranır? İnsan bədbin olanda, insan depressiyada olanda, belə sıxıntıda olanda sən bir ideya yarada bilirsən. Beyin bu da gərgin vəziyyətdədir. Necə gəlsin? Pul hara gəlir? Pul ideyaya gəlir də, düzdürmü? Enerjiyə gəlir. Enerjiyə gəlir, ideyaya gəlir. Sən nəsə təsəvvür eləyirsən, sən nəyisə hiss eləyirsən. Mən seminarlarımı hisslə yaradıram. Martdan bu yana heç bir seminarım olmayıbdı, düzdürmü? Köklü dəyişimdən sonra eləməmişəm. Çünki
köklü dəyişimin artıq vaxtı bitdi. Kim aldı, aldı şəfasını. Bəli. Onu istəmirəm artıq. Dedim mən başqa bir şey istəyirəm. Mən ta ki bu seminarı bütün qəlbimlə hiss etməyənə qədər mən onun elanını verə bilmirdim. Mən onu gərək hiss et. O da mənim hansı hissimə gəlir? Mən bütün günü belə yox. Mən dərin meditasiyada, dərin dualarda bəzən bizə soruşurlar ki, aldığınız biliklərin mənbəyi hardadır? İnanın ki, o sualın cavabı məndə yoxdur. Çünki baxmayaraq ki, bu qədər kitab, bu qədər təlim, bu qədər marafon, bu qədər kurs oxumuşuq, onların heç birində bu qədər izahlı şəkildə heç nə olmur. Bəzən bizə informasiya bilirsiniz harda gəlir? Dərin duada. Girirsən dua vəziyyətinə, girirsən meditasiya vəziyyətinə, 7-8 saat oturursan o vəziyyətdə, sənə elə bir informasiya açılır ki, sən özün belə şoka qalırsan. Yəni, Necə ola bilər? Necə ola bilər və bu heç bir kitabda da yoxdur. Yəni hər şey kitabdan oxuyacağam, kursdan öyrənəcəm deyil. Bu daxili vəziyyətdir. Bəs mən ona görə deyirəm, şəfaatçının yanına gedirsinizsə, siz onun daxili vəziyyətinə baxın. O yaradanla nə dərəcədə bağlantı qura bilib özü. Məni demirəm. Başqası yanına getmək. Nə qədər qura bilib, onu nə qədər hiss eləyir. Məs ondan sonra artıq biz nəyik? Məsələn, mən əgər o kanalı hiss eləyirəmsə, çünki aktivləşdirmişəm də özümdə, düzdürmü? Meditasiya, dua, günə 10 saat meditasiya, dua, sizə halva gəlməsin. Yəni asan deyil bu. 1 saat idman eləyə bilmirik valla. Bizə seminara yazılanlar birbaşa mən sadəcə bir bəndə olaraq Allahın icazəsi ilə ki 7-8 saat oturmaq da icazə istəyir, çünki bu Zaten. bəli. Siz qoşulanlar artıq o kanaldan başlayırlar o şəfanı almağa. Bildiniz necə? O şəfanı aldıqca çerez mən, yəni mənim vasitəmlə sadəcə onlara ötürülür. Və insan həqiqətən də özünü yaxşı hiss eləyir. Və yaxud da artıq mən Kəmallərin yanına getmək istəyirəm. Məsələn, özümü də desəm, artıq onu belə göndərəndə deyir, əlimə pul gəldi. Və yaxud da nəsə yolum açıldı. Yoldaşım heç icazə vermirdi, amma verdi. Deməli sənin məndən alacağın var.